Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 6. günü hamımız için mübarek olsun inşallah. Allahümme aczilli velikel ferac. Cüm'e günü güzel bir gün. İmam Zaman Aleyhisselam'ın zuhur günü. Hamımız için güzel ve teravatlı olsun inşallah. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Bugünkü günün, yani Cüm'ə gününün en güzel dualarından biri budur ki, çoxlu salavat zikir etməklikdir. Hem Cüm'ə günü, hem Ramazan ayının müqəddəs günü güzel bir günler. Allah'tan istəyək ki, Allah hem bizləri bağışlasın, hem de ki ağamız İmam Zaman Aleyhisselam'ın zuhurunu tez eləsin inşallah. Peygamber Aleyhisselam nəql eləyir ki, yəclisun nas minallah yevməl qiyamah ala qadri rəvahihim iləl cumuat əl-əvvəlu və saniyu və salis. Peygamber Aleyhisselam buyurur ki, Allah'a yaxın adamlar qiyamətin günündə o kəslər olacaq ki, Cüm'ə günündə cümə namazına gedənlərdir. Ama Allah'a lap yaxın olan o şəxslər olacaq ki, cümə namazının birinci, ikinci, üçüncü cərgəsində dayananlardır. Bəli, İmam Zaman Aleyhisselamın namazı çox mühümdür. Necə ki, cümə günü gözəl olduğu kimi, cümə namazı da çox təravətli və gözəldir. Amma şərtimiz budur ki, o ağanın namazını qılan bir insan özünü İmam Zaman Aleyhisselama layık görən bir insan olmalıdır. Təqva sahibi, ədalət sahibi, düz sahib. Yəni hər bir işdə hər kəsdən öndər olan, hər kəsdən seçilən bir adam o cümə namazını qıla bilər. Amma o cümə namazını qılmağa ləyaqətin yoxsa, elə öz namazları qılarsan və inşallah ki, gözləyərsən və dua edərsən ki, ağamız İmam Zaman Aleyhisselam zuhur etsin, onun arxasında namaz qılaq. Fürsətdən istifadə edib dua edək. Allahım, ağamız İmam Zaman Aleyhisselamın zuhurunu tez elə, ta bizə möhlət ver ki, ağamızın dalında cümə namazını qılanlardan olaq inşallah. Amma bir neçə kəlmə oruçluğun hökmü haqqında. Çünki bəzi qardaş bazılarımız var, hər vaxt oruçluğun qanunlarını öz ağılları ilə həll edirlər, hökm verirlər. Hər bir yerdə qanun olduğu kimi oruçluğun da özünün qanunları var. Aya bir insan eləyə bilər ki, Ramazan ayında səfər etsin? Bəli, heç bir manesi yoxdur. Amma səfər edərkən aya bu insan oruç olmalıdır, olmalıdır. Bunun artıq hökmü fərqli bir hökmdür. Əgər bir insan bir məkandan bir məkana hərəkət edirsə, o məkan deyək ki, məsələn, qaldığı şəhərdən ya qaldığı kətdən əgər kənara hərəkət edirsə, İslam aləmində bir hədd deyilən bir şey var. Buna deyirlər hədd tərəxxüs. Yəni bir sərhəd var. O sərhəddə əgər o yana keçirsənsə, bəzi qanunlar var. O qanunlara əməl etmədən oruc ola bilmərsən. O hədd tərəxxüs təqribən 8 fərsəx deyiləsi bir məqamdır. Yəni yoldur. 8 fərsəx, o da təqribən 43 kilometraja yaxındır. Yəni 21 kilometr yarım getmək, 21 kilometr yarım da qayıtmaq. Əgər bu hədd tərəxxüsü keçirsənsə, qanun budur ki, şərtlər var. O şərtlərə əməl etməsən, oruç tuta bilmərsən və namazların da qəsr olacaq. Yəni 4 rəkətli namazların 2 rəkət olacaq. Bəzən bəzi qardaş bazılara bu hökmləri oxuyanda o insanlar bu hökmləri qəbul etmir. Əşi, nə olacaq? Mən elə tutacam, mənə heç nə olmur, mən orucam, fərqi nədir? Yox, fərqi çoxdur qardaşım. Bugün əgər bir insan yol hərəkət qanunlarına diqqət etmirsə, qırmızı işığı, əşi, nə olacaq? Adam mən belə keçəcəm deyərsə, o kameraya düşür və birbaşa onun telefonuna cərimə gəlir. İslamın qanunları da bu cürdür, qardaşım. Əgər hədd tərəxxüsü keçməyənə qədər, deyək ki, məsələn, Şərurdan
hərəkət eləyirsən, gəlirsən məsələn qıvrağa qədər. Hesablayırsan ki, 21 kilometr yarım getmək, 21 kilometr yarım da qayıtmaqlığındırsa, oradan əgər o yana keçsən, məsələn, Xoça keçdinsə, artıq sənin şərtlərin, şəraitlərin dəyişir. Dəyişdiyinə görə o qanunlara rəayət etməsən, orucun batildir və qəsdən etdiyə görə də buna kəffarətə gələ bilər və namazların da qəsr olacaq. İnşallah ki, bu mövzular çoxdur. Bu mövzulara hərdən bir-bir deyəcəyik ki, inşallah qardaşlar zəhmətə düşməsinlər. Bəs oruç tutan adam birinci şərti budur ki, həddi keçməsin. Həddi keçirsə, qanunlar dəyişir. O dəyişən qanunlar da inşallah hərdən deyəcəyik. Allah sizləri və bizləri bu Ramazan ayının hörmətinə bağışlasın. Allah bizləri aqibət bir xeyir eləsin. Allah Teala bu ay hörmətinə atamızı, anamızı, övladlarımızı, özümüzü bağışlasın. Günahlarımızı əfv eləsin. Bizləri aqibət bir xeyir eləsin. Bizləri ölməmişdən qabaq bütün günahlarımızı bağışlasın. Allah əsgərlərimizi qorusun. Allah şəhid Allahımızın ruhunu şad eləsin. Allah ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar eləsin. Ağamız İmam Zaman Aleyhisselamın zuhunu təcil eləsin inşallah. Allahümme accilli velikəl فرس و صلی علی محمد و آل محمد و السلام علیکم و رحمت الله و برکاته.